Ayıq İmam Cəfər Sadiq əleyhissalamın belə buyurduğunu nəql edir. Ey Əli, mənə xəbər çatıb ki, şiələrimizdən bir qrupu üzərindən 1 il və ya 2 il keçməsinə baxmayaraq Hüseyni ziyarət etmirlər. Dedim, sənə fəda olum, mən bu cür çoxlu insanlar tanıyıram. İmam buyurdu, Allaha and olsun öz xeyirləri barədə xəta edirlər. Allahın savabından ayrı düşürlər və Peyğəmbərin qonşuluğundan uzaqlaşırlar. Dedim, sənə fəda olum, 2 ziyarətin arası ən azı nə qədər olmalıdır? İmam belə buyurdu, əgər hər ay onu ziyarət etməyə gücün çatırsa, hər ay onu ziyarət elə. Dedim, mən bunu edə bilmərəm. Çünki mənim işlərim var, insanların da işləri mənim əlimdədir və olduğum məkandan bir gün də olsun ayrıla bilmərəm. İmam buyurdu, sən və əlində işi olan şəxs üzürlüdür. Mən əlində işi olmayan və hər cümə günü çıxarsa, bu çıxışı ona o qədər də çətin olmayan şəxsi nəzərdə tuturdum. Bu cür şəxsin qiyamət günü nə Allah yanında, nə də Allahın Rəsulunun yanında bir üzrü olmayacaq. Dedim, ziyarətə çıxa bilməyən şəxs öz yerinə başqa şəxsi göndərə bilərmi? İmam buyurdu, bəli. Lakin həmin şəxsin özünün ziyarəti üçün çıxması Allah yanında daha əzəmətli əcrə malikdir və daha xeyirlidir. Rəbbi onu üzündə gündüzün yorğunluğu olan halda və gecəni oyaq qalan halda görər. Allah ona ən uca cənnətdə Muhammed və onun əhl-i beyti ilə yanaşı olmağa səbəb olacaq şəkildə nəzər edər. Bu işdə bir-birinizlə yarışın və onun əhli olun. Kamilü Ziyarat 295-ci səhifə.